Yuxu rejimimiz çəkimizə necə təsir edir? Burada paradoksal səslənsə də, yuxu rejimi həm kilo verməyə, həm də ehtiyacı olan insanlara kilo almağa kömək eləyir. Ümumiyyətlə, yuxu bizim fizioloji əsas balanslaşdırıcı bir komponentimizdir. Hormonal balansı bərpa edir. Ona görə istər kilo verənlər və təkrar deyirəm, kilo alanlar belə, xüsusən uşaqlar, yeniyetmə dövründə olan insanlar vaxtında yatmaqla, vaxtında yuxuya da bir aydınlıq gətirək, 12-yə qədər yuxuya getmək lazımdır. Yeniyetmə dövründə olan insanlara, gənclərimizə isə hətta saat 10-dan yatmaq vacibdir ki, orqanizm öz balansını bərpa etsin. Amma kilo vermək istəyənlər bir daha bilməlidir ki, yuxu zamanı biz kilo verə bilirik. Müəyyən hormonların ifrazı, somatotropin, melatonin bunların sayəsində metabolizmi sürətləndirib gecə siz yatarkən piy toxumasından enerji mənbəyi kimi istifadə edə bilirik. Ona görə yuxunuza fikir verin. O orqanizm üçün hətta qidadan da vacibdir.